Quru toz, inhaler preparatlar necə istifadə olunmalıdır? İlk öncə cihazın qapağını açırıq. Ucunu sağa və ya sola döndəririk. Cihazın belə bir boşluğu var. Bundan sonra dərmanımızı alırıq. Dərmanımız bir kapsuldur. Bu kapsulu içmək və ya inqalyasiya etmək olmaz. Kapsulu cihazın boşluğuna yerləşdiririk. Bu şəkildə. Ucunu əvvəlki vəziyyətinə qaytarırıq. Gördüyünüz kimi cihazın yanında 2 dənə çıxıntı var. Bu çıxıntını bir dəfə möhkəmcə basıb buraxırıq. Ardından cihazı yerə paralel olacaq şəkildə ağzımıza doğru yaxınlaşdırırıq. Bayıra doğru bir nəfəs veririk. Bundan sonra cihazın ucunu dodaqlarımız ilə qavrayıb dərin və sürətli şəkildə nəfəs alırıq və aldığımız nəfəsi 10 saniyə boyunca saxlamağa çalışırıq. Cihazın ucunu təkrar sağa və ya sola döndəririk. Kapsulda dərman qalıb qalmadığını yoxlayırıq. Əgər kapsulda dərman qalıbsa, cihazla təkrardan nəfəs alırıq. Əgər qalmayıbsa, kapsulu ata bilərik. Daha sonra cihazın ucunu əvvəlki vəziyyətinə qaytarıb qapağını üzərinə taxırıq. Səsimizin batmaması, ağzımızda yara əmələ gəlməməsi, göbələk əmələ gəlməməsi üçün ağzımızı su ilə qarı-qarı edib tüfürürük.